Biz neçə dənə dostuq, yəni bir yerdə uzun müddət istifadələrimiz olub da. Reabilitasiyaya ən birinci mən getmişəm, bir də Qabil gedib bizim dostlarımızdan. Deməli Qabillə biz ikimiz eyni vaxtda getmişik, eyni vaxtda da çıxmışıq. Samirdə ki, bu da uzun müddət mən bundan bir yerdə istifadəmiz olub. Samirdə Suraka gedib gəlmişəm. həmin müddətdə ki, türmə həyatı yaşadı. Deməli mən təzə çıxmışam. Deməli bu sərhədlər var, axı qorumaq lazımdır sərhədləri. Samiri görmüşəm. Səhər tezdən üz-üzə gəldik. Neçə ildə adamla neçə il bir yerdə işlədik. Mənə görə mən də necəsən belə sağollaşıram uzaqdan. Proqram nə deyib ki, yaxınlaşmırsan da bir dənə salam sağ ol, uzağa heç beşsən. Keçirəm dəli olur ki, qardaş mənə niyə yaxın, mən nə pis adamam uzaqda belə, yəni dəli olur. Özümdə fikirləşirəm görəsən nə olub da, yəni bu mənlə niyə görüşmüşük belə. Yaxınlaşmaq istəyirəm, mənə uzaqdan bir dənə salam verir, bir dənə düşmür maşından. Deyəm yəqin maşının zadı var, yəqin nə bilim özünü göylə aparır, beləncə fikirləşirəm də indi. Müəyyən vaxtdan sonra elə olur ki, gəlirəm mərkəzə, yəni bilirəm ki, bu qranitsaları qorumaq lazımdır. Sonra qardaşımız elə bir ki, yenə tutuldu. Bunu bir neçə dəfə təklif elədi. Yəni Qabil də gəldi təklif elədi, mən də təklif elədim. Ayo, mənim problem yoxdur, hər şey qaydasındadır, belə elə. 3 dənə dərmanım olsa ataram. Hə, Nə bilim 5 dənə olsa ataram. 100 manat pul lazımdır mənə. Çıxım gedim rayonda zətdə bir yerdə qalım. Mən istəyərdim ki, bizim köhnə şəkillərimiz var. O şəkilləri də qoyardınız, baxsınlar. O şəkillərə bax, həmin elə kadrda da göstərəsən. Yəni bizim bir yerdə uzun müddət istifadəmiz olub. Elə bir ki, hətta mən elə bir ki, Samirlə bir yerdə bir evdə qalmışıq da neçə illərlə. Yəni 2 ilə yaxın bir yerdə istifadəmiz olub. Bizim sərhədlər yazılanda, indi mənim yanımdadır, hal-hazırda bir yerdə işləyir, bir yerdə çalışırıq, kömək eləyirik çox insanlara. O günləri volontyorlar çıxıb onlara qranitsa veririk də. Biz veririk ki, çıxanda insanlar istifadə elədiyi insanların Yəni adları. bunları qorumaq lazımdır. Buna görsənir, deyirəm mən reabilitasiyada olanda birinci sənin adını yazmışdım ki, çıxanda mən səndən özümü qoruyum da, yəni konkret. Yəni bir neçə nəfərin adında da bunlar. Amma Allah gör necə, yəni bunun özü bir möcüzədir əslində. Gör bir yerdə neçə illər istifadə axırda gəl. Tuturdular da, post patroldan qaçırdıq, nə bilim, görürdük polislər gəlir, polisi 300 metrdən görən kimi qaçıb bir də kolluğu molluğu özümüzü soxurduq. Bir də görsən ki, uzaqdan görürdülər, gəlir, düşürdülər dalımıza ki, görəsən bunlar hardadır. Yəni beləncə çox hadisələr baş verib. Bir dəfə bir dənə mövzu yadıma düşürdü. Mənim bir dostum gəlib mənə dəyməyə. Bu aləmdən uzaq bir adam idi da. Qalxdıq bunları oturduq, boş işimizi gördük. Düşəndə aşağı məhəllədən çıxacaq. Sən demə polislər pusqu qurublar. Samiri götürməlilər də. İndi bizi götürürlər ikimizi. İkimizi götürəndə sırası baxırlar, görürəm telefondan nəsə şəkil əzada baxırlar. Adın nədir? Sənəd zad çıxarıram ki, bu da mən o adam deyil. Sonra telefonla yığıram ki, Samir səni götürəcəklər, çıxar adam. Samir çıxdı aradan. Çıxıram yəni mən də gedirəm nəm Gəncədə, Məncədə dostlarım yerdə zətdə qalıram ki, tutulmayım. Buna baxmayaraq gələn kimi də yəni tuturlar, göndərirlər Suraka. Yəni belə şeylər çox başıma gəlib də yəni. Bugünkü günə şükürlər olsun ki, Anar qardaşımızın sahəsində, Qabil qardaşımın sahəsində, yəni bu proqramla tanış olmuşam, gəlib sağalmışam. Bugünkü gündə də yəni işləyirəm hal-hazırda mərkəzdə. Birinci növbədə ümid olmalıdır. Yəni mən baxıram ki, məsələn bizi gördü ən əsası. Samirdə də düzdür var idi inkar, neçə illər inkardaydı. Məsələn mənim indi 4 il, Qabillə mənim 4 ilə çatır da ayıqlığımız, amma Samirdə inkar dövrü vardı. Həmin müddət vardı. İnkarda olmasaydı onu da dəvət eləyərdi sağma. O da qeyd hal-hazırda uzun müddət ayıqlıq toparlayardı. Amma yenə şükürlər olsun ki, özündə o etibarı, o gücü, o inamı, o ümidi toparladı, gəldi sağalma yoluna. Yəni mənlə bir yerdə addımladığına görə fəxr edirəm sənə. Mən də sənə fəxr edirəm. Allah var eləsin sənə.